Hello əzizlərim, çayımı süzdüm. Yadınıza gəlirsə, Rahat Gurmedən 2 dənə belə şokolad almışdım. 1 manat 70 idi, nə idi? Biri от всего сердца благодарю, желаю счастьяdır, obrisi желаю счастьяdır. Sumkamda elə, çantamda elə qırıldı. Şimdi dadına baxarıq. Açsam. Çayı soyuyandı, sizlə dadına baxım, qırılıb əlimdə. Bu birinin dadı. Səlimsiz boğazımdan keçmini çay götürüb sizlə video çəkəndən sonra Səlimlə yiyəcəm. Yaxşıdır. Молочный şokolad dadı verir. Üstəlik. Və digərini açaq. Və digəri bu. Bu daha deyəsən çoğunludur. Bilirsiniz hansı konfetləri mənim şokoladları? Balaca belə plitka şokoladlar var ya. Belə kilo ilə alırdım, 9 manat idi, indi mənəm nədir? Onun dadını xatırladı. Bu ondan bir tık elə bilin ki, çomlu şokoladdır. Daha tündür, darkdır. Qiymətinə görə pis deyil. Wow da deyil. Pis də deyil. Orta. Neyse, çayım soysun, gedim için sizlə hesablaşım. Diqqətiniz üçün təşəkkürlər. Xoşbəxt olun, pozitiv olun. Sizləri sevirəm. Bizə də nuş olsun.